kask, kurtka, əlcə, ayaqqabı, hər bir şey. Nədən başlayaq? Nə təklif edirsən? Birinci növbədə təbii ki, kaskadan. Birinci növbədə başımızı qorumalıyıq. Kaskadan onu getdik. Cəriməsi var, olmaz. Qırılsa da düzəldə bilirik. Gəl. Məsəl üçün, bu K1S modelləri. 1000 manatımız var, 1000 manat. K1S modelləri. K1S. Məsəl üçün, bunlar düzdür. ECV-də modellər həddindən artıq çoxdur, çeşidlər həddindən artıq çoxdur. Standart olaraq K1S-dən başlayır. Təbii ki, pista GP arara qədər. O sport sürənlər pista GP arara tanıyır, yəni bunları da tanıyır. Təbii ki, sırf yarış. Çünki burada görürsünüz, adicə spoilerdir. Məsəl üçün, aerodinamikadır. Zaten kaskaya ilk dəfə baxanda anlaşılır hamısı. Aerodinamikadır. Çəkisidir, İtalyan keyfi. Əlbəttə, hamısı. Sən elə bil almaq istəyirsən ucaya. Oradan poddeşka verir, İtalyan keyfiyyəti. Qardaş, dayandan, bəlkə bir 2000 manat, 3000 manat pul tutacaq bu. Bunlar hamısı yeni kolleksiyadır. Bu arada mən sizə məlumat verim. Bunlar hamısı yeni kolleksiyadır. Yeni kolleksiyanın kaskalarıdır.